Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bir daha sizləri Səqifədən şəhadətə verilişində xoş gördük. Hörmətli izləyicilər, bununla artıq neçənci verilişimizdir ki, hörmətli ustadımız Səqifədən şəhadətə verilişində Həzrəti Zəhra salamullahi aleyhi haqqında və digər bu kimi məsələlər haqqında çox önəmli, lazımlı məsələləri bizlərin və siz hörmətli izləyicilərin diqqətinə çatdırıb. Və ötən bir neçə verilişimizdə də ustadımız Həzrəti Zəhra salamullahi aleyhanın görüşünə gəlmək istəyən o bəzi qəsbkar xəlifələrə icazə vermədi, onları gözlətdi və hətta onlar Həzrəti Zəhranın görüşünə girməyə icazə alandan sonra Həzrəti Zəhra onları əfv eləmədi, bağışlamadı elədikləri hərəkətə görə. Bu məsələlər haqqında danışdı və Həzrəti Zəhranın bəzi o Mədinə əhlini, mühacirləri və qəsbkarları öz mübarək cənazəsindən məhrum etməsi haqqında dəyərli ustadımız gözəl mətləbləri qeyd etdi ki, hansı səbəblərə görə Həzrəti Zəhra salamullahi aleyha onlara icazə vermədi. Və bu gün də Allahın lütfü inayəti ilə yeni bir mövzu ilə hörmətli ustadımız bizlərə bəzi mətləbləri çatdıracaq. O da budur ki, səqifə başçıları, yəni bəzi insanlar ki, səqifədə yığıldılar, özlərindən xəlifə təyin etdilər. Xülasə belə deyə bilərik ki, qəsbkar insanlar, onlar ki, Həzrəti Zəhranın qapısına, vəh qapısına hücum etdilər, Həzrəti Zəhranı dərdə, bəlaya, müsibətə düçar etdilər. Bu insanların cəzaları nə oldu, nə idi? Bu haqda inşallah hörmətli ustadımız bizlər üçün söhbət edəcək. Studiyamızın həmişə olduğu kimi daimi qonağı cənab Höccətül İslam Atabəy Binyətovdur. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Aleyküm salam və rəhmətullah. Çox sağ olun, təşəkkür edirəm. Mən də öz növbəmdə həm sizi salamlayıram, həm o cümlədən dəyərli izləyicilərimizə salamlayıram. Allah Taala inşallah bizləri həqiqi Həzrəti Zəhra salamullahi aleyhanı tanıyıb və tanıdanlardan qərar versin inşallah. Amin inşallah ustad, Allah razı olsun, Allah sizi salamat eləsin. Bir daha sizə həm öz adımızdan, həm hörmətli izləyicilərimiz adına təşəkkür edirik ki, dəvətimizi qəbul edib gəlirsiniz və bu lazımlı, dəyərli mövzularla bizləri məlumatlandırırsınız. Ustad, əvvəldə də qeyd etdik ki, mövzumuz, bugünkü mövzumuz səqifə başçılarının xanım Zəhranın evinə ki, hücum getdilər, xanımın evinə od vurdular, xanımı bəzi müsibətlərə, dərdə, bəlaya düçar etdilər. Bu şəxslərin cəzaları nə oldu? Bismillahirrahmanirrahim və bihi nəstə'in innəhu xayrən nasirin və mu'in. Bilirsiniz, bu mövzu biraz geniş mövzudur. Ona görə həm də mürəkkəb bir mövzudur. Bunun bir neçə müqəddiməyə və izaha ehtiyacı var. Ona görə mən əvvəl birinci bunu izah edəcəm. Yəni Qurani Kərimdən ayə, hədislər və bəzi tarixi gedişatlardan, kitablardan mənbəsi ilə bərabər bunu izah edəcək. İnşallah. Amma bunu əvvəl gərək biz müqəddimə olaraq bir neçə müqəddiməni izah olunsun və təhlil olunsun, sonra isə bu nəticəni alaq. Amma biz Qurani Kərimə və hədislər və bu tarixə baxanda görürük ki, bu səqifə əhli ki, başda birinci siyasi xəlifə, ikinci siyasi xəlifə, bunlar ki, bu qədər əzab verdilər, problemlər çıxartdılar. Bunların biz bunu ilk olaraq bunu deyə bilərik ki, dünya və axirətdə lənətə düçar olması, Allahın lənətinə və məxsusən Allah Taalanın axirətdə cəhənnəm odunda onları əzablanmasıdır. Amma bu müqəddimələr gərək birinci açılsın, sonra isə bu tam nəticəni əldə edəcək. Birincisi budur ki, biz Əhl-i Sünnə mənbələrinə biz baxanda təqribən 30-a yaxın və bəzən də deyirlər 30-dan artıq mənbələrdə xanım Zəhra salamullahi aleyhaya daxil olan, yəni ona olan əzabların, problemlərin qarşı tərəfdən
nəql ediblər. Təqribən Hı. 30-dan artıq mənbələrdə. Bəli. Birinci mənbə Əl-Ənval kitabının 144-cü səhifəsində, ikinci Əl-Müsənnif kitabının 7-ci cild 432-ci səhifə, üçüncü Ənsabul Əşraf 1-ci cild 586, sonra isə Əl-İmamə və Siyasə 1-ci cild 30-cu səhifə və digər məsələ isə Təbəri tarixi 2-ci cild 233-cü səhifədə və digər mənbələr çoxdur ki, orada belə nəql ediblər. Hərəsi bir formada bir hissəsi nəql ediblər. Bəli. Məsələn, bəzi kitablarda Əhl-i-Sünnə mənbəsində nəql olunub ki, həqiqətən Həzrəti Zəhra salamun əleyhanın qapısına od vurulub. Aha. Bu bir. İkinci, Həzrəti Zəhranın qapı ilə divar arasında qalınması və o xanıma necə deyim sizə, əzab olması. Qapı ilə divar arasında qapını açarkən, sındırarkən arxada qalıb onun əzilməsi. Bəli. İkinci məsələ. Üçüncü məsələni də nəql ediblər ki, xanım Zəhra salamun əleyhaya şallaqla vurulması. Bu da nəql olunub. Dördüncü məsələ isə və bunun kənarında xanım Zəhranı ikinci xəlifənin vasitəsilə qılınc qınından çıxmadan qılıncın qını ilə o xanımın qoluna vurulmasıdır. Bəli. Digər məsələ isə xanım Zəhraya hətta təpi ilə vurulması və beşinci məsələ isə o xanımın 6 aylıq körpəsinin sikt olması. Bəli. Bu 5 dənə məsələ dediyimiz həmən Əhl-i-Sünnə mənbələrində gəlmişdir. Bu birinci müqəddimə. Bəli. Amma ikinci müqəddimədir. İkinci müqəddimədə bəzi Əhl-i-Sünnə alimləri, bəzi kitablarında bu müsibətin, ağırlığın və bunun problemin çox acı olacağını göstəriblər. Baxın, Əl-Mu'camul Kəbir kitabının 1-ci cildində və 62-ci səhifəsi, Mu'camuz Zəvaidül Əmval kitabının 144-cü səhifəsi, Əl-İmamə və Siyasə kitabının 1-ci cildinin 21-ci səhifəsi, Murucuz Zəhəb kitabının 1-ci cild 290-cı səhifəsində bu Həzrət Zəhra salamun əleyhanın evinə hücum bəhsin, ağırlığın və acılığın orada hamısını işarə edir. Hətta buyurur ki, birinci siyasi xəlifənin peşmançılığını orada göstərir ki, çox son anlarında çox peşman idi ki, kaş ki bu işləri görməyəydi. Orada gəlir işarə edir. Və buyurur ki, Fəvədidtu inni ləm əkun kəşəfdə beytə Fatimə. Kaş mən xanım Zəhranın qapısını açmayaydım. Burada bunu açıqlayır. Sonra buyurur, və tərəqtuhu. Kaş onu öz öhdəsinə buraxaydım. Onlarla işim olmayaydı. Axırda buyurur, və in əğliqə aləl hərb. Hətta dava üzərindən qapını mənim üzərimə bağlasaydı belə, mən kaş onun qapısını açmayaydım. Dəfələrlə bu sözü kitablarda gətiriblər, bunu iqrar edib ki, peşmançılıq çəkib ki, kaş ki mən xanım Zəhranın qapısına hücum etməyəydim. Bu, onu çatdırır ki, bu mövzu çox ağrılı və acılı bir mövzu olub. Yəni, bu müsibət çox çətin olub. Bu ikinci məsələ. Ustad, burada o ki qeydiniz, bu yəni birinci siyasi xəlifə öz ömrünün axırlarında bunu deyə bilər, o cürdür. Yəni, bu burada bu sözü deməklə yəni biz deyə bilərik ki, bu həqiqətən peşman olub deyir, yoxsa məsələn, yenə də belə deyək də bir növ özünü insanların gözündə yaxşı göstərmək üçün bu sözü deyib, yoxsa həqiqətən səmimi qəlbdən mi peşman olub bu insan bu sözü deyir? Bilirsiniz, burada bir məsələ var. Bunu çox güman ki, tam açıq-aşkar deməsi öz zərərinə olardı. Bəli, bəli. Bu, düzdür, bəzi tarixi kitablarda, hədis kitablarında nəql olunub. Belə baxanda bu peşmançılıq o əzaba görədir. Nəinki o işi qəsb etdiyi üçündür. Çünki Həzrət-i Zəhraya o qədər zülm eləmişdi bunlar. Yəni, bir insan, necə deyim, insanlıqdan çıxa ki, bunu eləyə. Ona görə bu məsələdə tarixdə kitablar yazıblar ki, peşmançılığı olub. Amma da bu peşmançılıq həqiqət üzündən olub, yoxsa el gücünə olub, el gözünə olub, bu da mümkündür. Amma belə baxanda düzdür, o etdiklərinə görə bunlar peşman olmayıblar. Amma bəzi xanım Zəhraya vurduqları zərərə görə, müsibətə görə bəzən görünür ki, bunlar həqiqətən də biraz
əzab çəkiblər ki, biz Hı hı. niyə bu həddə getdik? Yəni başqa yolla iş görmək olardı. Bu həddə Biz bu yolu yəni seçmədik. bu yolu seçmək yəni Hı. biraz problem oldu. Bəli, Yəni bəli. yəni biz bunu görürük ki, bu iş o qədər müsibətli olub ki. Baxın, İmam Hüseyn əleyhissalamın da Kərbəla hadisəsində bunu biz müşahidə edirik. Bəli. Ömər Səd kim idi? Bütün qoşunun başçısı idi. Bəli. Amma xanım Zeynəb salamullah əleyha orada bir sözlər deyir ki, o Kərbəla hadisəsində xeymələrə hücum edəndə. Bəli. O hətta Ömər Səd ki, İmam Hüseyn əleyhissalamın qatillərinin başçısı idi. Bəli. Orada göz yaş tökür. Hı hı. Baxın, bəzən insan etdiyinə görə edir. Sonra peşman Elə fikirləşməyək ki, bu peşman olub, bu işə qayıdıb daha başqa iş görmür. Yox. Sadəcə o işin şiddəti o qədər güclü olur ki, hətta Bəli. düşməni belə ağladır. Düz. Bu cəhətdən bəli biz ona deyə bilərik ki, peşman olub ki, yəni mən bu işlərin, yəni bu işin o qədər ağır. Çünki bir xanım ki, Həzrəti Zəhra peyğəmbərin bir varisi, peyğəmbərin qızı və bütün xanımların xanımı. Həm bu Bəli. dünyada, həm axirətdə. Bəli. Öz kitablarında da Əhl-i Sünnənin kitablarına baxsaq, o qədər xanım Zəhra barəsində hədislər var. Bəli. Onlar yaxşı bilirlər ki, xanım Zəhra. O işin şiddətinə görə bəzən insan Bəli. acı çəkir. Nəinki o insan özü peşman olur ki, mən daha bu işi görməyim. Yox, bəzi insanlar işlərini davam edir. Ömər Səd özü məgər peşman oldu, əsirləri gətirdi, başları da apardılar ora filan bəs məkan. Yenə davam elədilər o cinayət. Sadəcə Bəli. bəzən o işin şiddəti bu insana acıdır. Bəli, o Onun cürdür. gücü. Bəli, Ustad, elə belə də deyə bilər, təbii bəlkə də Əbu Bəkir məsələn peşman olub, siz demişkən elə məsələn elədiyi işin Ağracılığın şiddəti. axirətdə olan cəzasını da şayət nəzərə alıb, ona görə peşman olar. Hər halda Bəli. daha doğrusunu Allah bilər. İnşallah ki, Allah əhl-i qatillərini dünya axirət rüsva eləsin. İnşallah, inşallah. Və buna görə ikinci müqəddimə budur ki, yəni bunun peşmançılığı bu cəzanı, yəni zülmün şiddətini çatdırır. Bəli, bəli. Bu ikinci məsələ. Üçüncü məsələ isə bundan ibarətdir ki, Əhl-i Sünnə mənbələrində Musnəd Əhmədin 52-ci hədisində, Sünən Beyhəqinin 6-cı cildin 300-cü səhifəsində, Səhih İbn Sənanın 11-ci cildin 152-ci səhifəsində, Səhih Buxarinin 3-cü cild 1126-cı səhifəsində, Əl-İmamə və Siyasə kitabının 1-ci cild 17-ci səhifə və 110-cu səhifə və Müsənnif 3-cü cild 653-cü səhifəsində Peyğəmbərdən bir dənə gözəl hədis gətirir. Əhl-i Sünnə mənbələrdir hamısı. Onlar buyururlar ki, xanım Zəhra salamullah əleyha son anında bu şəxs qəzəbli olaraq bu şəxslərdən getdi. Əbu Bəkirdən qəzəbli idi və heç vaxt onları bağışlamadı. Küslü halda getdi. Baxın. Fəğəzəbət Fatimətu bintə Rasulillah sallallahu aleyhi və səlləm fəhəcərət Əbu Bəkr fələm təzəl mühacərətən hətta tuvufiyyət. Buyurur ki, Həzrəti Zahra Peyğəmbər qızı qəzəbli idi, əsəbli halda idi, ona qarşı kin-küdrəti qəzəbi var idi. Və sonra isə buyurur, fəhəccərət Əbu Bəkirlə küsülü idi, incili halda idi o insanla, heç vaxt barışmadı. Fələm təzəl mühacərətən hətta tuvufiyyət. Ta dünyasını dəyişənə qədər o Əbu Bəkirlə barışmadı və onları bağışlamadı. Özləri də bunu qəbul edir. Və bunu özləri də qəbul edirlər ki, bu müsibətlər, birinci nə idi? Əhl-i Sünnə mənbələrində bu müsibətlər gəlib, təqribən 30-dan artıq. Mənbələrdə ikincisi, bu müsibətin ağırlığın və çox şiddətli olmağını da izhar ediblər. Üçüncüsü isə bunu da izhar ediblər ki, həmişə deyiblər ki, kitablarında xanım Zəhra onlara zülm edən, ona zülm edən şəxslərə qarşı qəzəbli idi və məxsus ad da gətirir, Əbu Bəkrə qarşı qəzəbli idi və onu bağışlamadı və dünyasını dəyişənə qədər onlarla barışmadı, küslü halda getdi. Bu üçüncü məsələ. Dördüncü məsələ isə bundan ibarətdir ki, bəzi mütəvatir hədislərdə, Əhl-i Sünnə mənbəsində gəlib ki, əgər bir şəxs Həzrəti Zəhra salamun əleyhanı qəzəbləndirərsə, eynən Peyğəmbər salavatullah qəzəbləndirir. Baxın, Fatimətu bəzətun minni fəmən əğdəbəha əğdəbəni. Bu Peyğəmbər sallallahu hədisdir. Buyurur ki, Həzrəti Peyğəmbər buyurur ki, xanım Zəhra mənim canımın bir parçasıdır.
Hər kəs onu qəzəbləndirsə, eynən məni qəzəbləndirir. O biri hədisdə buyurur ki, xanım Zəhra qəzəbli halda idi Əbu Bəkirdən. Bəli. Və burada buyurur ki, Peyğəmbər buyurur, hər kəs xanım Zəhranı qəzəbləndirsə, eynən məni qəzəbləndirib. Bu üçüncü məsələ. Bu da Kənzul Ummal 6-cı cild 220-ci səhifə və Feyzul Qədir 4-cü cild 421-ci səhifədə bu gəlmişdir. Ustad, yəni onda üzr istəyirəm, biz bu hədisdə ki qeyd elədiniz, yəni bundan biz də rahat şəkildə deyə bilərikmi ki, onda Həzrəti Zəhranı incidən, qəzəbləndirən ki, Peyğəmbər sallallahu incidib qəzəbləndirmiş olur və təbii olaraq Peyğəmbərin də qəzəbli olduğu şəxslərdən heç vaxt Allah razı olmaz. Bəli, tamamilə doğrudur. İndi elə o məqama gəlib çıxacaq ki, Peyğəmbəri qəzəbləndirən, hətta Həzrəti Zəhranı qəzəbləndirən özü ilə Allahı qəzəbləndirir. Baxın, digər bir hədisdə, bu birinci hədis idi. İkinci hədis, orada buyurur ki, Peyğəmbər buyurdu, hər kəs Həzrəti Zəhranı qəzəbləndirsə, eynən məni qəzəbləndirir. Digər bir hədisdə buyurur ki, Ennəmə Fatimətu bəd'atu minni. Fatimə mənim canımın bir parasasıdır. Yu'zini ma azaha. Hər kəs ona əziyyət eləsə, onu əziyyətləndirsə, əzab versə, mən əziyyət eləyirəm. Və yunsibuni ma ansabaha. Hətta onu qəmləndirsə belə, onu qəmləndirsə, məni qəmləndirmişdir. Bu ikinci hədis ki, bu da Musnad Əhməd Həmbəl 4-cü cild 5-ci səhifədə. Sunan-ı Tirmizi 2-ci cild 319-cu səhifədə və Müstədrək Haşim Nişaburi 3-cü cild 159-cu səhifədə bu hədis gəlib. Üçüncü hədis buyurur ki, hər kəs xanım Zəhranı əziyyət eləsə və yaxud qəzəbləndirsə, məni həm əziyyət eləyib, həm qəzəbləndirib və hətta onu qəmli eləsə belə məni qəmləndirib. Amma burada nə deyir buyurur? Peyğəmbərin digər bir hədisi var. Buyurur ki, İnnəllaha əzzə və cəllə. Peyğəmbər buyurur ki, Allah özü buyurur buna. Liyəqzəbə Fatimə, Fatimənin qəzəbi ilə qəzəblənər və yərda lirzaha, onun razılığı ilə razılanar. Bu üçüncü hədis. Amma digər bir hədis də var ki, Peyğəmbər sallallahu buyurur, İnnəllaha yəqzibu liğəzəbiki və yərda lirzaki. Bu Həzrət Zəhranın özünə deyir. Deyir, ya Zəhra, Allah Taala həqiqətən, innə də bura təkiddir də, həqiqətən Allah Taala sənin qəzəbinlə qəzəblənir və sənin razılığınla razılanır. İndi gəlin görək, bunun sonu 5-ci müqəddiməyə gələk. Bu 5-ci müqəddimədə əgər bir şəxs Həzrəti Zəhranı incidərsə, Peyğəmbər incidir və Peyğəmbər incidənsə, Allah incidir. Bunun cəzası nədir? Burada artıq biz nəticəni əldə edəcəyik. Allah Təbarək və Teala Qur'an-ı Kərimdə belə buyurur. Əhzab surəsinin 57-ci ayəsində. Bismillahirrahmanirrahim. İnnellezine yu'dunallaha və rasulahu. Əgər bir şəxs Allaha əziyyət edə və Allahın Peyğəmbərin əziyyət edə, buyurur, la'nəhumullah fid-dünya vəl-axirə. O birincidə dedik ha, əgər bir şəxs Həzrəti Zəhraya əziyyət edərsə, həm bu dünyada, həm axirətdə Allahın lənətinə düçar olur. Allah Teala Qur'an-ı Kərimdə özü buyurur. Buyurur Əhzab surəsinin 57-ci ayəsində. Buyurur hər kəs, o kəslər ki, Allaha əziyyət edər və onun Rəsuluna əziyyət edərsə, həm bu dünyada, həm axirətdə Allahın lənətinə düçar olar və buyurur və a'addə ləhum əzəbən muhinə və onu axirətdə zəlilanə, zəlil halda əzaba düçar olar. Yəni xar halında, zəlil halında Allahın düçarına, lənətinə və əzabına düçar olar. Biz burada nəticə etibarında, hətta belə bir hədisimiz də var, xanım Zəhradan da belə bir hədis var. Bu da Nəhcül Həyat kitabının 240-cı səhifəsindədir. Həzrət Zəhra özü belə buyurur. Mən adana fəqət adallah. Hər kəs bizimlə düşmənçilik eləsə, Allahla düşmənçilik edir. Və mən xaləfənə fəqət xaləfəllah. Hər kəs bizimlə müxalifət etsə, Allahla müxalifət edir. Mən xaləfəllahə fəqət istəvcəvə minəllahil əzəbəl əlim. Hər kəs Allahla müxalifət etsə, müxalif olsa Allaha qarşı,
Allah Taala'nın əzabına düçar olmağa səbəb olur. Aha. Baxın, biz indi istər Qurani Kərimdən ayə gətirdik, istər hədislər var, istər tarixi gedişatları biz baxsaq, görürük ki, bunun nəticəsi həm əqli, həm şər'i bizə bir nəticə verir ki, dəlil verir ki, Həzrəti Zəhra salamullah əleyhə kim əziyyət edibsə, həm bu dünyada, həm axirətdə Allahın lənətinə düçar olub və axirətdə isə zəlil halda o Allahın əzabına düçar olur. Yəni cəhənnəm əhli olur. Bəli, Ustad, Allah razı olsun, Allah köməyiniz olsun. Həqiqətən də bu məsələlər elə bir məsələ, elə bir mövzudur ki, yəni izah etdiniz, dəlillərlə, müqəddimələrlə yavaş-yavaş hamısı aydın oldu ki, həqiqətən də Həzrəti Zəhranı incidənlər, onu qəzəbləndirənlər, onu narahat edən şəxslərin aqibəti necə olur? Bəli, Ustad, bu məsələlər ki, aydın oldu. İstərdik indi başqa bir sual verək sizə ki, o ki deyilir, yəni Həzrəti Zəhranı incidən, yəni əziyyət eləyən Allahı əziyyət eləyirmiş kimi. Bu nə deməkdir? Yəni zəhmət olmasa bunu izah edərdiniz ki, bunun mənası nə deməkdir? Yəni necə ola bilər ki, Həzrəti Zəhranı əziyyət eləyən Allaha əziyyət eləmiş olur, Allaha belə deyək də bir incitmiş olur. Bilirsiniz, biz bir hədisi nəql edəcəyik inşallah burada. Mi'rac hədisidir. Mi'rac hədisi. Qurbun nəvafil və qurbul fəraiz. Bu hədis Əhl-i Sünnə mənbələrində də nəql olunub, məxsusən qurbun nəvafil və Şiə mənbələrində də nəql olunub. Adətən qurbun nəvafil və qurbul fəraiz bu hədisi adətən ariflər çox işlədirlər. Mən sadə formada inşallah izah edəcəm ki, kəlami formada, yəni etiqadi olaraq onu mən sadə formada izah edəcəm. İnşallah. Baxın, Peyğəmbər salavatullah buyurur ki, Allah Taala Mi'racda mənə buyurdu. Buyurdu ki, وَمَا يَتَقَرَّبُ إِلَيَّ عَبْدِ بِشَيْءٍ أَحَبَّ إِلَيَّ. Buyurur ki, o şəxs ki, o bəndəm ki, istəyir ki, mən onun üçün istəkli olum, yəni o bəndə Allah üçün istəkli olsun, o bəndə istəkli olmaq üçün nə etməlidir? Mimma iftaradtu alayhi. Ona nə vacib əməl etmişəmsə ona əməl eləsin. Yəni ona nə təyin etmişəm, vəzifə təyin etmişəm, təklif vermişəm, o vacibatlara əməl etsin. İstəyirsə mənim yaxın olsun, mənim istəkli bəndəm olsun, ona etdiklərim vacibata əməl etsin. Amma sonra burada tək vacibatı demir. Həm müstəhəbbatı deyir, həm vacibatı. Birinci müstəhəbbatdan başlayır. Çünki bəzi məsələlər var ki, müstəhəblər yaraşıq verir insana. Odur ki, buyurur, وَإِنَّهُ لِيَتَقَرَّبُ إِلَيَّ بِالنَّافِلَةِ. Əgər mənim bəndəm müstəhəb əməl vasitəsilə mənə yaxınlaşarsa, hətta uhibbəhu, ta onu sevim. Müstəhəb əməllə vasitəsi gəlsə ki, mənə yaxın olsun, mən onu sevim. فَإِذَا أَحْبَبْتُهُ. Əgər o onun vasitəsinə gəlsə, o zaman mən onu sevərəm. O zaman ki, mən onu sevdimsə, kuntu səm'əhu ləzi yəsmə'u bih. Onun eşidən qulağı olaram. Eşidən qulağı. Və basarahu ləzi yubsiru bih. Onun gördüyü göz olaram. Və lisanahu ləzi yantiqu bih. Onun danışdığı dil olaram. Və yədəhu ləzi yəbtişu biha. Onun əli olaram. Gördüyü işdən əli olaram. Yəni, necə? Yəni, o elə bir məqama çatar ki, onu o qədər sevərəm ki mən, o insan ancaq mənim halal buyurduqlarımı eşidər. O ancaq mənim halal buyurduqlarıma baxar. O ancaq mənim halal buyurduqlarımı danışar. Və o ancaq əli ilə mənim halal buyurduqlarımı görər. Yəni, bəndə elə bir məqama çatır ki, artıq Allahın dediyindən bir anda kənara çıxmır. Bu qurbul nəvafildir. Amma qurbul fəraiz. Digər bir hədisdə bunun ardın buyurur, مَا يَتَقَرَّبُ إِلَيَّ عَبْدِ بِشَيْءٍ أَحَبَّ إِلَيَّ مِمَّا اِفْتَرَاتُهُ عَلَيْهِ. Buyurur ki, əgər bir bəndəm mənə yaxınlaşmaq istəsə, istəyir ki, Allah məni sevsin,
və istəyir ki, mənə Allaha yaxınlaşım ki, Allah məni sevsin, o vacib etdiyim işlər qədər heç bir dəyərli deyil. Aha. O vacibat əməllər hər üstün əməldir. Mənə yaxınlaşdıran. Bəli. Və ma zalə yetəqarrabu iləyyə abdi bil fəraid. Əgər mənim bəndəm vaciblər vasitəsilə mənə yaxınlaşsa, hətta izə ma uhibbahu, ona görə ki, vacibatla yaxınlaşa ki, mən onu sevəm. Bəli. Kanes və o zaman ki, və izə əhbəbtuhu, mən əgər onu sevsəm, necə olar? Buyurur ki, kana səm'illəzi əsmə'a bih. Artıq o mənim qulağım olar. Aha. Sonra isə buyurur, və bəsərilləzi əbsərə bih. Onun gözü mənim gözüm olar. Sonra isə bu yədilləti əbtəşə bih. Onun əli artıq mənim əlim olar. Aha. Baxın, digər hədislərə diqqət edək. Əli əleyhissalamdan bir hədis var. Ənə əynullah. Mənim Allahın gözü. Bəli. Və ənə yədullah, və ənə lisanullah, və ənə cünbullah, və ənə babullah. Mən Allahın qapısıyam, mən Allahın əliyəm, mən Allahın gözüyəm. Yəni artıq digər bir hədisdə bunu da oxuyayım, izah edəcəm. Bəli, buyurun. Və qalə Əbi Cəfər əleyhissalam, nəhnu hüccətullah. Biz Allahın hüccəti. İmam Baqir əleyhissalam buyurur, biz Allahın hüccətiyik. Və nəhnu babullah. Biz Allahın qapısı yox. Və nəhnu lisanullah. Biz Allahın diliyik. Və nəhnu vəchullah. Biz Allahın üzüyük. Və nəhnu eynullah. Və Allahın biz gözüyük. Fi xalqihi və nəhnu əmrihi la fi ibadi. Hamısını imam açır ki, yəni bəndə bəzən elə bir məqama çatır ki, yəni ismət məqamı, məsumluq məqamına çatır. O bəndə artıq Allah Taala'nın yalnız nəyi varsa bütün vücudu Allaha əsr edir. Yəni onun sözünə qulaq asmaq eynən Allahın sözünə qulaq asmaqdır. Yəni Allah deyir ki, mənim kəlamım onun kəlamıdır. O nə deyirsə mən demişəm. Yəni mən artıq onun dili ilə danışıram. Bəli. Mən artıq onun əli ilə əməl edirəm artıq. Mən artıq onun qulağı ilə eşidirəm. Bəli. Yəni bir məqama, bir ismət məqamına çatır bir insan. Bəli. Məsumluq məqamına. Artıq o insanda zərrə qədər də xətaya yol verilmir. Bəli. O insan artıq olur Allahın bir nümayəndəsi. Və ona görə deyir də Allah Quran ki, Ətiyullah və Ətiyur Rasul. Demir bu işdə Allah deyir, demir ki, Peyğəmbərə bu işdə itaat edin, qalan işdə yox. Ətiyullah əmrdə, əmrdə nədə? Vacibdə özün zuhur edir. Bəli. Əmr yəni mütləq etməlisən. Ətiyullah bütün halda. İtaat elə Allaha və Ətiyur Rasul. Necə Allaha itaat edirsən, burada Peyğəmbərə də o cür itaat edir. Və ulul əmri minkum. Və əhl-i beytdə İmam Sadiq buyurur ki, ulul əmri minkum da bizik. Bəli. Yəni artıq bəndə bir məqama çatır ki, məsumluq məqamıdır. Artıq o insan nə etsin Allaha qayıdır. Ona xeyir işdə görsün, eynən Allahın yolunda etmisən. Ona əziyyət də eləsin, eynən Allaha etmiş olursan. Ona görə sar Allah. İmam Hüseynin qanına biz nə deyir? Allahın qanı. Bəli. Yəni Allahın qanı yoxdur ki. Düz. Allah mücərrəd varlıqdır, maddə varlıq deyil ki. Bəli. Amma bəndə elə bir məqama çatır ki, artıq sən ona nə iş görürsən Allaha edirsən. Artıq eynən Allahın etdiyin əməldir. Ona görə də Həzrəti Zəhra salamullahi əleyhaya deyir ha, hər kəs Həzrəti Zəhraya əziyyət eləsə, Allah əziyyət. Allah əziyyət eləyir. Yəni xanım Zəhranın məqamını çatdırır ki, yəni xanım Zəhra elə bir məqamdır, bir məsumə bir xanımdır ki, Allahın dəsturların onun vasitəsilə biz əldə edə bilərik. Bəli, ustad, Allah razı olsun. Həqiqətən də bu hədis elə demək olar ki, bir çoxlarının zehnində qaranlıq olaraq qalırdı. Bu gözəl izahınızla, dəlil sübutlarınızla aydın oldu və elə buradan da məlum olur ki, həqiqətən də Allahın təyin elədiyi şəxslərdən başqaları insanlara rəhbərlik eləmək səlahiyyətinə layiq deyirlər. Çünki təbii olaraq onlar səhv eləməkləri, insanlar yanlışlığa sürükləmələri qaçınılmazdır və tarix də bunu sübut eləyibdir ki, həqiqətən də belə olubdur. Allah Teala bizləri həmişə Əhl-i Beyt qapısında sabit qədəm qərar versin inşallah. Sizə də öz dərin təşəkkürümüzü bildiririk ki, bu lazımlı məsələləri dəlil sübutlarla bizlərə və hörmətli izləyicilərimizə
təqdim etdiniz. Artıq verilişimizin sonudur. Bir daha sizə təşəkkür və Çox minnətdarlığımızı sağ olun. bildiririk. Çox sağ olasınız. Təşəkkür. Bəli, hörmətli izləyicilər, bu gün də verilişimizin sonuna gəldik, çatdıq. Lazımlı, dəyərli məsələləri ustadımızın dilindən eşitdik. Allah Taala bizləri haqq yolda sabit qədəm olanlardan qərar versin. İnşallah gələn verilişlərimizdə görüşənədək sağ olun, salamat qalın.